Çayka, Pobeda, Volga, RAV, KAMAZ kimi retro oyuncaq avtomobillər. Gəncə sakini İlqar Məhərrəmovun kolleksiyasına nəzər saldıqda, bu oyuncaqların əslində real avtomobillərə birəbir bənzədiyini görmək olar. O, hələ uşaq vaxtlarından belə oyuncaqları toplamağa başlayıb. Kolleksiyasındakı avtomobillərin böyük əksəriyyəti də elə Sovet dövrünə aiddir. Bu, İlqar Məhərrəmovun həm də hobbisidir. Bu kolleksiyaları da 10 yaşımdan başlamışam yığmağa. Burada elə avtomobil var ki, bunun 50-yə yaxın yaşı var. Ona görə bunlar belə mənim üçün dəyərlidir. Bunu Gəncə Univermağından almışdım 75-ci ildə. Bunun altı da, üstü də metaldandır, 1-in 43-ə nisbətidir. Mənzili kifayət etmədiyindən oyuncaqların böyük qismini qutu və yeşiklərdə saxlayan müsahibimiz kolleksiyasını gələcəkdə daha da böyütməyi düşünür. Arasından 3 dənə almışdım, çox da bahalıdır. Bunun bir dənəsini Amerika dolları ilə 150 dollara almışam. Mən indi onların müxtəlif adamlara hər birini göndərmişəm. Onlarda olan modellərdən də onlar mənə göndərməlidirlər. Beləcə biz kolleksiyanı zənginləşdiririk. Bunların bir də Çin istehsalı olanlar var. Onlar ucuzdur, 25-30 manat civarında almaq olur. Amma onlar biraz keyfiyyətsiz olur, oxşamır. Ona görə orijinallarına üstünlük veririk. Hazırda şəxsi kolleksiyasını 100-dən çox retro oyuncaqlar ilə zənginləşdirən İlqar Məhərrəmov işini maşın həvəskarları üçün keçirilən tədbirlərdə nümayiş etdirmək niyyətindədir.